Martın 20-sinə olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində davam edən küləkli və yağıntılı hava şəraiti ilə bağlı məlumatları təqdim edib. Ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 24 metr, Neftçala və Şəmkirdə 20, Naftalanda, Şahdağda isə 14 metrə qədər güclənib. Dağlıq ərazilərə qar yağıb. Qarın hündürlüyü Şahdağda 9 sm, Qaxda 5, Qusarda 4, Qırızda 3, Xınalıqda 2 sm, Daşkəsən və Xaltanda 1 sm təşkil edir. Bölgələrdə həmçinin yağıntılı hava da müşahidə edilir. Yağıntının miqdarı Zaqatalada 72 mm, Balakəndə 50, Şəkidə 40, Şəmkirdə 25, Tovuzda 24, Gədəbəydə 21 mm, Gəncə və Oğuzda müvafiq olaraq 18 və 17 mm təşkil edib. Havanın temperaturuna gəlincə Bakıda və Abşeron yarımadasında 6 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 7 dərəcə, Aran rayonlarında 8 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcə şaxta qeydə alınıb.